21-ci əsrdə dünya şöhrəti qazanmışsınız. Bugün 21-ci əsrin ilk 10 ili gedir. Siz yenə də o şöhrətin zirvəsindəsiniz. Bugün də okeanın o tayı sizi dəvət eləyir. Bax, bu şöhrəti necə saxlaya bilirsiniz? Necə qoruyub saxlaya bilirsiniz siz ki, bugün də aktualdır Zeynəb xanlarova? Bilirsiniz, biləndə ki, səni xalq sevir, istəyir. Özündən asılı olmayaraq, sən də o xalqı başlayırsan ki, qoy onun sevgisinin qarşısında mən utanmayım. O sevgiyə layiq olum. Layiq olum. Ay durum, mən necə deyirlər, daş üstə daş qoyub tikmirəm, belə eləmirəm. Mənim məhəbbət qazanmağımda odur ki, mən indiyə qədər 50 ildə, onu mən New York'da da dedim. Dedim, 50 ildə hələ mənim yadıma gəlmir ki, mən fonoqramma oxuyum. Gördünüz nə qədər əl çaldılar ona. Ona görə ki, xalq sevmir allatmaq. Bax, bilet, indi bu adamın pulu yoxdur. Olanı var ki, səni də sevir. Gəlib konsertivə. Oxu da, dünya dağılmayacaq ki. Bu səsdən... Əgər oxuya bilirsə... Oxuya bilirsə, onu düz deyirsən.